Əgər sizin övladınız sizdən fərqli olaraq sarışındırsa, ağdərlidirsə və bununla yanaşı uşaqda davranış pozuntuları, nitq ləngiməsi, əsasən də autistik spektr əlamətləri varsa, fenilketonuri adına xəstəlikdən şübhələnmək lazımdır. Bu xəstəlik bir metabolik xəstəlikdir, anadan gəlmə olur. Erkən uşaq doğulduğu zaman doğum evində topuq testi nəticəsində bu xəstəlik aşkarlanır. Aşkarlanmasa belə uşaq nevroloji problemlə bizə müraciət edir. Hansı ki, bizdən öncə autizm diaqnozu ilə müalicə almışdı. Biz də belə diaqnozu, yəni araşdırıb tapmasaydıq, hələ də autizm deyərək uşağı müalicə edəcəkdilər. Və bununla yanaşı körpəykən epileptik tutmaları da var idi. Müalicə sayəsində epileptik tutmalar hal-hazırda yoxdur, dərmanı dayandırmışıq. Amma yüngül biraz davranış pozuntuları var. Hal-hazırda təlimlərə gedir uşaq və özünün xəstəliyinə məxsus diyeta ilə hələ də qidalanır. Onu nəzərinizə çatdırım ki, bu xəstəlik zamanı qanda fenilalanin miqdarı yüksəlir. Onun da miqdarının düşürülməsi üçün uşaq ömrü boyu xüsusi bir diyeta ilə qidalanmalıdır.